Salam uşaqlar. Bugünkü mövzumuz 5-ci sinif İngilis dili səhifə 90 olacaq. Yəni 90-dan sonraki səhifələri işləyəcəm. Bu aralar çox da video paylaşa bilmirəm, vaxtım olmur. İnşallah vaxtım olduqca, işlərim azaldıqca videoların sayını da çoxaldacağam. Və başladıq. Deyir, what type of text is this? Deməli, aşağıda mətnlər verilib, o mətnlərə uyğun suallar verilib. 1-də 2-də biz o suallara cavab tapmalıyıq. Birinci dinləməni qoşuram. He's from France. He swims in the Paralympics. He swims for 4 hours a day, and on weekends he swims in competitions. He can swim very fast, but he can't ski or ice skate. Deməli deyir ki, Theo Caron Fransalıdır. O paralimpiya oyunlarında üzür. O gündə və həftə sonlarında deməli 4 saat üzür və yarışlarda da üzür. O çox sürətli üzür, amma xizək sürə bilmir ya da deməli buz üzərində konki sürə bilmir. İndi Sakiyə qulaq asırıq. Can't ski or ice skate. Saki Kumagai is a Japanese soccer player, but she plays for a French team. She loves soccer, but she likes other sports too, like basketball and volleyball. She can kick the ball very hard, but she can't swim very well. Aha, deməli Saki Kumagai Yapon futbolçusudur, futbol oyuncusudur, amma o Fransa deməli komandası üçün oynayır. O futbolu sevir və başqa basketbol və voleybol kimi digər futbol idman növlərini də sevir. O topa bərk vura bilir, ayağı ilə bərk vura bilir, amma çox da yaxşı üzə bilmir. Clarence Munyai is from South Africa. He lives with his mom and dad, his 3 sisters, and his brother. He can run very fast. He can run 200 meters in 20 seconds. He can play soccer, but he can't dance. Deməli, Clarence Munyai Cənubi Afrikalıdır. Anası, atası, 3 bacısı və 1 qardaşı ilə birlikdə yaşayır. Çox sürətli qaça bilir. Deməli, 20 saniyədə 200 metr qaça bilir. O futbol oynaya bilir, amma rəqs etməyi bacarmır. Okay, suallara cavab verək. What type of text is this? Bu necə bir tekstdir? A blog about athletes, bəli. Atletlər haqqında blog. A pamphlet with recommendations. Xeyr, yəni tövsiyələr olan bir broşura. Xeyr, belə bir şey deyil. Who is your favorite athlete? Sənin deyir, sənin üçün sevimli atlet kimdir? İdmançı kimdir? Why? Nəyə görə? Yaza bilərsiniz ki, məsələn, my favorite athlete is, məsələn, mən yazıram, my favorite athlete is Saki. Because, çünki səbəbi soruşur, why ilə, ona görə because deyilir burada. Because I like, məsələn, soccer. Yəni, mən özüm futbolu sevdiyim üçün, Saki mənim üçün bu üçü arasında daha sevimlidir. Burada rəylər var, uşaqlar. Max deyir ki, I love Saki, mən cavab verir uşaqlar onlardan. O suala cavab verirlər. She's awesome, o möhtəşəmdir. I can kick a ball very hard, but I can't play volleyball.
Deyir ki, mən topa ayaqla bərk vura bilirəm, amma voleybol oynaya bilmirəm. Wow, Theo is my hero. Deyir ki, Theo mənim üçün bir qəhrəmandır. I can swim 100 meters in 3 minutes, but I can't swim fast like Theo. Deyir ki, mən deməli 3 dəqiqədə 100 metr üzə bilirəm, amma Theo kimi fast, sürətli üzə bilmirəm. I run every day for 2 hours. Mən hər gün 2 saat qaçıram. I can run fast, but Clarence is great. Mən sürətli qaça bilirəm, amma Clarence deməli möhtəşəmdir. He can run 100 meters in about 10 seconds. Deyir ki, o 10 saniyədə təxminən 100 metr qaçır, amma mən yox, but I can't. Okay. Deməli, 2 sualın ikisini də cavabladıq. Sonra read and listen, then take the correct person in the chart. Oxuyandan sonra deyir ki, cədvəldə düzgün şəxslərin qarşısına, yəni kim hansı idman növü ilə məşğul olursa, onun qarşısında tik işarəsi qoyun. Kick the ball very hard, bunu Saki edirdi. Run very fast, bu Clarence idi. Swim very well, yaxşı üzə bilir. Deməli, bu Theo idi. Swim very fast, sürətli üzə bilir, o da Theo idi. Play basketball, bu Saki idi. Niyə belə oldu? Play soccer, futbol oynayır. Deməli, Saki. Yes. Bir də ki, Clarence-da baxın, burada yazılıb ki, futbol oynaya bilir. Ona görə buna da tik işarəsi qoyuruq. Aha, deyir ki, mətni oxuyun və suallara cavab verin. What does Theo do? Cavab veriblər ki, Theo üzür. Where is Saki from? Yazırsınız ki, Saki is from... I'm sorry. Saki is from Japan. What are Saki's favorite sports? Deyir ki, Saki'nin sevimli idman növləri hansılardır? Yazırıq ki, Saki loves soccer, basketball, and volleyball. Who does Clarence live with? Deyir ki, Clarence kiminlə yaşayır? Yazırıq ki, he lives with his family. Yəni, bir adların, yəni üzvlərin adını da çəkə bilərsiniz ki, he lives with his mom, dad, 3 sisters, and brother. Does Clarence play soccer? Clarence futbol oynuyor mu? Yes, he does. Bəli. Who can swim? Deyir ki, 180 saniyədə 100 metr kim üzə bilir? O rəylərdə verilmişdi. Bu da deməli burada. Julia. Baxın. 100 metr. 180 saniyədə. 3 dəqiqə 180 saniyə elədiyinə görə.
Yes. Are sports important? Why not? Deyir ki, idman vacibdirmi nəyə görə? Hə, nəyə görə yox? Yəni düşüncənizə görə əsaslandırırsınız, suala cavab verirsiniz. Belə suallara adətən I think-lə cavab verirsiniz. I think. Yəni məncə sports are important. Because sports make us healthy. Uşaqların səs-küyüdür, gəlir, oynayırlar həyətdə, ona görə yenə də gəlir səs. Okay. Siz də oynayırsınız, yəqin ki, belə hayküylü. Okay. Look at the examples in the chart. Deyir ki, cədvəldəki example'lara, nümunələrə baxın. Complete the sentences from the block. Və cümlələri blokdan olan cümlələr ilə tamamlayın. İfadələr ilə tamamlayın. Deməli, can modal feilindən söhbət gedir burada uşaqlar. Can modal feili bacarmaq bilmək deməkdir. Cümlə quruluşu belədir. İbtida can əsas feil. Vəssalam. Məsələn, görsünüz əsas feil, sonra başqa bir şeylər gələ bilir. Məsələn, deyirəm ki, mənim dostum, məsələn, mənim dostum ağaca dırmaşa bilir. Aha. İndi uşaqlar, deməli mübtədanı tapırıq. Mənim dostum yazırıq ki, my friend. Daha sonra biz yazmalıyıq nəyi? Can-i yazırıq. Və feili axtaraq cümlədə. Bilir, bax, can-dir. Həmin bu can-dir. Və feilimiz isə dırmaşmaq feili. Dırmaşmaq nədir? Climb. Ondan sonra, bax, əlavə sözü işlədirik. Ağac. Ağac nədir? Can climb a tree. Bu da oldu cümlə. İndi affirmative təsdiq deməkdir. Affirmative-də deməli biz mən verdiyim cümlə quruluşu kimi işlədirik. Amma inkarı isə uşaqlar yenə həmin eyni qaydadır. Sadəcə olaraq burada can-a biz bitişdiririk. Baxın, ya bitişik belə yazılacaq cannot. Ya da qısa forma belə can't. Belə olacaq. İkisindən biri. Cannot, can't. Məsələn, my friend cannot və ya can't climb a tree. Dostum ağaca dırmaşa bilmir. İkisindən biri olacaq. Yes. Affirmative-larda hamısında can artırıq. He can play soccer. She can kick the ball və s. İnkarda isə he can't və ya cannot dance. She can't və ya cannot, yəni o bütöv forma, swim. Complete the sentences with can or can't and the verbs in parentheses. Deyir, mötərizədəki feillərdən istifadə edərək cümlələri can və ya can't ilə tamamlayın. Burada x işarəsi qoyduğuna görə biz burada can't istifadə edirik. Asan mövzudur. Çox asan mövzudur. He can't walk. Məsələn. She can təsdiq veririk. Surf. They can't eat. You can dance. We can't ice skate.
İndi isə bunun sualı necə verilir uşaqlar? Bir dənə cümlədə can gəlir cümlənin önünə. Baxın burada məsələn. Candir burada. Can gəlir mübtədanın önünə və bu olur bunun bəli xeyr sualı. Belə olur cümlə quruluşu. Can gəldi ən əvvələ. Cümlə can ilə başlamalıdır. Bu yes no question'dır. Ümumi sual cümləsidir. Yəni cümlənin özünə verilən sualdır. Sonra mübtəda, sonra feil. Məsələn, can you dance? Sən rəqs edə bilirsənmi? Can your dad drive a car? Uşaqlar, əvvəlki mövzulardan artıq bilirsiniz ki, ümumi sual cümlələrinə cavabı yes və ya no ilə veririk. Deməli, yes, vergül, no, vergül, şəxs əvəzliyi. Hər ikisində şəxs əvəzliyi. Uşaqlar, baxın, burada biz qısa cavablarda isimdən və ya başqa əvəzliklərdən istifadə edə bilmərik. Burada yalnızca şəxs əvəzliklərindən istifadə olunacaq. Cümlədə isim olsa belə. Cavablarda biz şəxs əvəzliyindən istifadə edirik. Sonra isə yes-də olacaq can, no-da olacaq can't. İndi məsələn, can you dance? You-ya sual verəndə you-nun cavabı ya I ilə verilir və ya nə ilə veriləcək uşaqlar? We ilə. Daha əvvəlki mövzularda, başqa mövzularda bundan tanış olmuşuq biz. İndi can you dance? Soruşur. Siz rəqs edə bilirsiniz və ya sən rəqs edə bilirsən. Deyirsən ki, yes. Şəxs əvəzliyi, I can. Ya da xeyr, no. I can't. No, I can't. Aha. İndi can your dad drive a car? Gəlin buna cavab verək uşaqlar. Sənin atan maşın sürə bilirmi? Cavab verək, bəli. Yes. Deməli, sənin atan təkdə və üçüncü şəxsin təki kişi cinsi olduğuna görə he olacaq. Yes, he can. Xeyr desək, no, he can't. Məsələn. İndi gəlin. Deməli, görürsünüz, burada da göstərir. Can, şəxslər burada mübtəda ola bilər. Sualda mübtədanı isimlə verə bilərik. Amma cavablarda isə mütləq şəxs əvəzliyi verilməlidir uşaqlar. Aha, indi soruşur ki, can Martha play volleyball? No, she can. Bax, görürsünüz, Martha qız adıdır, əvəz elədi she ilə. Louis oğlan adıdır, əvəz elədi he ilə. İndi soruşur ki, can Martha and Louis sual verək. Run fast. Martha və Louis cəmdə olduğuna görə uşaqlar, biz buna cavabı şəxs əvəzliyi they ilə verəcəyik. Yes, they can. İndi Marta'nı soruşur tək başına. Can Martha dance? Üçüncüsü. Can Martha dance? İndi deməliyik ki, bəli. Yes, she can. İndi deyək ki, deməli, Louis'ə sual verək. Can Louis deməli, dance? İndi deyəcək ki, Louis'ə X qoyublar. Demək ki, xeyr. No, he can't. Və bu tapşırıqda deyir, sinif yoldaşınıza can ilə suallar verin. Baxın, burada feillər verilib. Çox asan bir tapşırıqdır. Məsələn, can you dance? Sən rəqs edə bilirsən, o da deyir ki, no, I can't. Bacarsaydı deyəcəkdi, yes, I can.
Can you run fast? Şifahi deyirəm. Sən deyir sürətlə qaça bilirsən. O da deyir ki, yes I can. Can you ice skate? Buz üzərində konki sürə bilirsən. No I can't. Can you spell your name? Adını hərflərlə deyə bilərsənmi? Deyə bilərsən ki, yes I can. Can you play soccer? Futbol oynaya bilirsənmi? Yes I can. Məsələn, belə deyə bilərsiniz. Can you swim? Yes I can. Məsələn, belə. Listening and vocabulary, dinləmə və deməli, lüğət. Uşaqlar, bu mövzu isə əmr cümləsi mövzusudur. Əmr cümləsi ingilis dilində feil ilə başlayır. Əmr cümləsinin quruluşu belədir. Feil. Daha sonra digər üzvlər. Məsələn, dişlərini fırçala. Deməli, dişlərini Azərbaycan dilində görürsünüz uşaqlar. Cümlənin sonu feil ilə bitir. Fırçala. İngilis dilində isə əksinədir. Feil ilə başlayacaq. Brush. Sonra isə digər sözlər. Brush your teeth. Bura gəl, məsələn. Bura gəl. Bura gəl. Deməli, ingilis amma deyir, gəl bura. Come here. Daha sonra isə bunun inkarı isə don't ilə başlayacaq. Don't. Məsələn, don't go. Getmə. Sürətli qaçma. Necə deyəcək birinci qaçmanı? Don't run fast. Aha, bu qədər. Bir də ki, uşaqlar, all sözünün əmr cümləsi var. All. Onu ingilis be ilə verir. Be, məsələn, be clever, ağıllı ol. Sakit ol. Be silent. Nə bilim, qəşəng ol. Be nice. Be kind. Mehriban ol. Be kind. Bunlar əmr cümlələri. Amma bunu inkarda versək ki, olma məsələn. Məsələn, deyirlər sakit olma məsələn. Sakit ol belədir də. Məsələn, be quiet. Bütün ümumiyyətlə inkarlar don't ilə olacaq. Bunun da inkarı belə olacaq. Don't be quiet. Sakit olma. Don't be silent. Don't be clever. Don't be kind. Mehriban olma və s. Okay, bu qədər. Look at the image, complete the sentence of the words below. Gəlin, deməli, listen to the podcast and check. Deyir ki, cümlələri tamamlayın, sonra isə bu birinci tapşırıq verəcək. Deyir ki, bu nəyi nümayiş etdirir bu şəkil? Deməli, uşaqlar, bu nədir? No energy, deyir ki, enerji yoxdur. Do exercise, idman elə. Sonra biz bunu tamamlamalıyıq. Gəlin sol tərəfi birinci oxuyaq. Kick a soccer ball. Deməli, futbol topuna ayaqla vur. Play basketball. Basketbol oyna. Catch a volleyball. Voleybol zamanı topu tut. Avtobusla getmə. Walk with your friends. Dostlarınla gəz. Hang out with your friends. Dostlarınla vaxt keçir. İndi isə buradakı sözlərlə tamamlayaq. Eat healthy food. Eat healthy food. Sonra bura nə qoya bilərik? Bura junk food, uşaqlar. Yəni ki, zərərli yağlı qidalar. Deyir ki, zərərli yağlı qidalar. Junk food elə fast foodun bir növüdür də. Qızartma, çox yağlı. Yəni bədən üçün həddən artıq zərərli olan qidalardır junk food. Junk bilirsiniz də yəqin ki, zibil deməkdir. Əslində junk food da yəni don't eat junk food.
Sonra su. Bir su iç. Drink water. Deyir don't drink soda, yəni qazlı su içmə. Sonra deyir ki, bütün günü oturma. Don't sit all day. Sonra include 60 minutes of activity. 60 dəqiqəlik gündə bir fəaliyyətlə məşğul ol. Sonra bura bu gedəcək. Deyir ki, yatmağa gec getmə. Don't go to bed late. Bed late. Sonra da deyir ki, go to bed early, yəni ki, yatmağa tez get. Come on, you can do it. Deyir ki, bugün başla, bunu bacararsan. Aha. Hə, bunu eləyək. Deməli, bu deyir nədir? Bu nədir? Bu infografikadır. Yəni, şəkilli məlumat. That have similar meanings, use the infographic to help you. Deyir ki, aşağıdakı deməli, tapşırığı, cədvəli eyni mənalı ifadələrlə tamamlayın. Aha. Məsələn, do exercise idman elə, onun əksi nə idi? Don't sit all day long. Deyir ki, bütün gün oturma. Don't eat junk food. Deyir ki, yağlı, zərərli qida yemə. Eat. Ne olsun onu? Eat. Healthy food. Aha. Go to bed early. Tez yat. Don't go to bed late. Sonra don't drink soda. Deyir ki, qazlı su içmə. Drink water. Water. Aha. Deyir ki, dinləyin və yoxlayın, təkrarlayın. Amma biz bunu etmirik. Bunu özünüz edə bilərsiniz. Və bu tapşırıq isə dinləmədir. Deyir, dinləyin və Sergio və Maria nə işlə məşğul olurlar? Onların qarşısında tik işarəsi qoyun. Gəlin dinləməyə qulaq asaq, uşaqlar. This infographic is really interesting. What do you do, Sergio? Well, Deyir ki, bu infografika çox maraqlıdır. Bəs sən nə edirsən, Sergio? I play basketball on Tuesdays. Really? So do I. Let's see. I eat junk food. I don't eat healthy food. Oh, I eat healthy food and I don't eat junk food, but I play on my cell phone all day. Really? I don't. I do exercise. Aha. Deməli, Sergio deyir ki, mən deyir, junk food yeyirəm və sağlam qidalanmıram. Qız da deyir ki, mən sağlam qidalanıram, amma junk food yemirəm. Amma deyir, mən bütün günü telefonumda oynayıram. Oğlan da deyir ki, yox, mən telefonumda oynamıram, amma əvəzinə idman eləyirəm. Okay. Bir-birinin antonimi biraz. Baxa görək. Complete the instructions from the podcast in the chart. Use the words below. Deyir ki, bu cədvəli tamamlayın. Verilmiş sözlərlə gəlin tamamlayaq uşaqlar. Okay. Put on your sneakers. Sonra go to the park. Come on. Sonra don't take the bus to school.
Don't eat junk food. Sonra match the beginnings of the sentences with the endings. Don't write on the wall. Divarda yazı yazma. Don't forget to drink 2 liters of water every day. 2 litr su içmeyi unutma. Eat fruit to be healthy. Meyve ye ki sağlam olasan. Do your homework every day. Ev tapşırığını her gün et. Get up. Now it's 10 o'clock. İndi oyan deyir saat 10'dur. Don't use your cell phone in class. Və dərsdə telefonundan istifadə etmə. Look at the images, make affirmative and negative imperative sentences. Şəkillərə bax və təsdiqdə və inkarda əmr cümlələri düzəl. Gəlin düzəldək. 2-də müəllim deyir ki, müəllim deyəndə valideyndir. Yox, deyir ki, don't watch TV. Baxma, deyir TV-yə. Don't watch TV. Sonra 3-cü şəkildə deyir ki, don't eat Sonra 4-cüdə deyir ki, don't go to bed late. Gec yatma deyir. Burada da deyir ki, mənim tişörtümü geyinmə. Don't wear my t-shirt. Okay. Sonra work in pairs, give instructions, act them out. Deyir ki, burada da qrup işi sinifdə olur. Bir-birinizə instruksiyalar verəcəksiniz ingilis dilində və digərləri də onu edəcək. Və uşaqlar, bu videoluq bu qədər. Biraz səs-küylü oldu. Bu mövzu isə növbəti videolarda. Sağ olun.